Biz hər gün gəlirik, bu çamurda oynayırıq futbolu, amma alınmır da. O qədər ot var ki, hər gün biçirlər. Hər gün gedirik orada 3-4 kilometrə güllərə gedirik oynamağa, babaşilərə. Onlar bizdən yaxşı oynayırlar, çünki onlarda stadion var, amma bizdə yoxdur. Ona görə bu Dəmirlidə futbol inkişaf yaxşı getmir. Stadion burada yaxşı deyil də, yəni oynamaq olmur burada, məşq eləmək. Amma orada hər gün məşq eləyirlər, böyüklər zatlar ki, orada yaxşı oynayırlar. Amma bizimkilər yaxşı oynamırlar da. Çətindir oynamaq yəni. ჩვენ აქ ვთამაშობთ ფეხბურთს, მაგრამ აქ ჩვენ სტადიონი არ გვაქვს, ძალიან ბევრი ტალახი არის და ტალახიც არის, როცა წვიმა არის და მაშინ ვერ ვთამაშობთ და ბევრი ბალახი არის, ბურთი არ დადი, ანუ ბურთი არ გორდება. ჩვენ მაგიტომ მივდივართ შორს 4-5 კილომეტრი, იქით არის სტადიონი და ანუ ძნელი არის. Bizim kəndimizdə park yoxdur. Biz gəlib oynamaq üçün bir dənə park istəyirik. Biz neçə dəfə müraciət eləmişik stadion tikintisinə əlaqədar olaraq, amma bunu nəsə də belə qulaq ardına vurublar. Biz də istəyirik kəndimizdə stadion olsun, gənc nəsil kötü alışkanlıqlara alışmasınlar, siqaretdir, alkoldur. Yəni maşallah olsun, yerdən qalxan nəsil çox sportivni qalxır, sportla məşğul olmaq istəyirlər, amma şərait yoxdur. Hökumət nümayəndələri də bizə söz veriblər ki, stadion tiksinlər, amma nəsə sözlərini tutmadılar. Gələ deyirəm, indi siz işləmirsiniz, andır, bunu nə deyildi, onu eləməlidir. Yəni, istər cibinin xərcini biləsin, bu adam xarakterdir. Sağ olsun, özü də həvəskardır. Onu deyirəm. Futbol həvəskardır. Hər gün Qıraqçanda futbol oynamağa gedirik, 2 kilometr, 3 kilometr yol gedirik piyada. Həməşə də gedəndə yer olmur bəzi vaxtlar. Biz istəyirik qızlar hamısı. Oğlanlar da futbol yeri tikəcəklər. Bizə də voleybol lazımdır, meydançası. Biz stadionumuz tikilməyib deyə başqa yerlərdə oynayırıq. İndi istəyirik ki, stadionumuz tikilsin. Oynayaq. Top oynamaq istəyirdik, yağış yağırdı, yəni oynayırdıq. İndi stadion tikilsə həmişə oynaya biləcəyik. Vurmaq istəyirik, yaxşı vuramırıq. O dəfə buraya gəldik, günəş çıxmışdı, hava yaxşı idi, heç bir yer çamur döydü. Burada oynayanda bütün su idi. Oğlanlar futbol meydançası tikiləcək bizdə. Biz də istəyirik ki, bir də böyük bir voleybol meydançamız olsun. Lionel Messi'nin vuruşuyla. Oğlanlara indi futbol yeri tikiləndə qızlara da oynamaq üçün voleybol yeri lazımdır.